Dostlar salam, axşamınız xeyir. Biz yenidən bir yerdəyik dostlar. Gördüyünüz kimi may ayının 18-də 21:19 göstərir saat. Bu bizim YouTube kanalımızdır, Marif Abdullayev. Günü gündən böyüyür bizim YouTube kanalımız. Gördüyünüz kimi videolarımız var. Buradan girib dəyərlənə bilərsiniz. Yəni abunə olsanız çox sevinərik. Keçək əsas məsələyə, keçək biz. Bu günlərə biz danışmaq istəyirəm sizinlə. Eee Danışmaq istəyirəm Nasdaq, DAX, S&P 5 və Dow Jones haqqında. Gördüyünüz kimi bizim burada əməliyyatlarımız var dostlar. Eee, Əməliyyatlar açmışıq. Yəni biraz da daha da böyük edək bunu. Əməliyyatlar açmışıq. Gördüyünüz kimi açıq əməliyyatlarımız var və xeyirdeyiq. 464 dollar biz xeyirdeyiq. Bu uzun müddətli əməliyyatlardır gördüyünüz kimi. Məsəl üçün burada baxırıq. Nasdaq'a baxırıq. Ayın hissəsi də burada 4-cü ay. Aprel ayının 7-si. Aprel ayının 7-sində biz burada əməliyyat açmışıq. Gördüyünüz kimi. Və uzun müddətlidir. Demək olar ki, aprel ayının 7-sində əməliyyat açmışıq. İyun ayının hissəsidir. İyun da ayın 18-i neçə gün elədi. Hardasa bir 40 gündür ki, bizim açıq əməliyyatlarımız davam edir. Düz 40 gündür. Gördüyünüz kimi hələ də biz əməliyyatlarımızı bağlamamışıq. 40 gündür biz açıq əməliyyatlar yapamırıq. Məsəl üçün, Nasdaqda burada gördüyünüz kimi 2 dənədir. Eyni. Aprel ayının 7-si əməliyyat açmışıq. Sonra bizdə burada nə var? DAX. Aprel ayının 7-si DAX-a baxaq, gələk bura DAX. DAX günlüyə baxaq. Gördüyünüz kimi DAX burada da əməliyyat açmışıq. Bugün əməliyyatı da var, onu göstərəcəm sizlərə. Onları narahat olmayın, göstərəcəm. DAX-da da aprel ayının 7-si. Gördüyünüz kimi. Burada Dow Jones. Gördüyünüz kimi aprel ayının 7-si açmışıq və yuxarı getmək üzrədir. Həmçinin S&P. O da aprel ayının 7-sidir. Əməliyyatlar açmışıq. Bizdə siqnal gəldiyinə görə artıq gəlib sellər doyub və trendi qırıb yuxarı getdiyi təqdirdə biz əməliyyatlar açdıq və gördüyünüz kimi hələ də açıq əməliyyatlardır gedir. Və bugün əməliyyatlar da var gördüyünüz kimi. Aprel ayının 15 açmışıq və bugün aprel ayının 18 olan əməliyyatlarımız da var. Bir dənə açıq əməliyyatımız var, 24 dollar xeyirdeyiq gördüyünüz kimi. Və bağlı əməliyyatlarımız da var. Bugün 37 dollar qazanmışıq. 37 dollar 61 sent qazanmışıq. Nədən qazanmışıq? DAX-dan qazanmışıq. Burada DAX-lardan qazanmışıq. Nasdaqdan da qazanmışıq. Bir də S&P 500-də. Nasdaq S&P 500 düzdür qalxmışdı yuxarı. Mən onu sonra da stop loss'unu qoydum. Aşağıdan qoydum ki, aşağı düşəndə heç olmasa zərrə bağlamasın. Ən azı 20 sentlə bağlasın və o da bağlayıb. Mən bağlamamışam. Yəni sell stopla gördüyünüz kimi sell stopla bağlayıb. Bu isə take profit ilə bağlayıb. Nəysə, sözüm onda yox dostlar. Bu gün əməliyyatlarıdır. Gördüyünüz kimi bugün üzr istəyirəm. Mayın 18 2026-cı il gün əməliyyatlarıdır bu. Və bağlanmış əməliyyatlardır. Açıq əməliyyatlar da ki, buradadır, yəni dostlar. Bunlar da açıq əməliyyatlardır, hələ ki, bağlamamışam. Və bizdə burada nəyə baxacaqdım? DAX. DAX. Bir saatlığa baxaq.
Bir saatdə də görürsünüz kimi DAX e, əməliyyatlarımız var. İstərdim birini bağlayayım, amma hələ ki bağlamıram. Və gəlsə bağlayacağım inşallah bunda. E, Onun tek profitini qoyaq. Tek profiti qoyaq burada 24.371'e. 24.371. 24.371. 24.371. 24.371'e koyaq. Bunun tek profitini birinin heç olmasa bura gələndə özü bağlasın. Gördüğünüz kimi tek profiti koydum bura. Avtomatik özü gəliri bağlayacaq burada. Əmri verdik. Və o yüzden de ki bunları da sortalayaq. Tak. Ses toplamı qoyaq ki aşağı gəldiyi təqdirdə nə olsun? Sonrası az gəlirlə də olsa bazardan çıxaq. Ziyana düşmək. Burada bunu da stop loss'unu qoyaq. Bak. Stop loss'larını qoyduq. Girək bunun şeyli nədir onun adı? Kaydedək bunu kaydedib və o birlərin üzərində qoyaq bura. Kopyalayaq. Kopyalayaq bunu. Tamam. Və gələk kopyaladığımızı da bura qoyaq. Bunu da stop loss'unu qoyaq. Tamam. Yəni ən azından bu gəlsə, yuxarı getmiş, aşağı gəlsə, burada bağlayacaq. Burada bağlayacaq ən az gəlirlə, $1 80 sentlə biz çıxacağıq və yaxud da ki burada. Yəni biz bunu qoymayacağıq, daha da zərərə getsin. Buradan zərərə getməyə biz qoymayacağıq. Demək dostlar belə gördüyünüz kimi bizim səhmlərdə də əməliyyatlarımız var. Nasdaq, DAX, S&P və Dow Jones göstərdim və sizə bu açıq əməliyyatlarda və bugünkü bağlı əməliyyatlarımız da $37.61. Bu bizim bir necə deyərlər səhifəmizdir. Platformamızda və keçək Qızılın platformasına görə bu günləri biz nə qazanmışıq və nə əldə etmişik. Və gördüyünüz kimi dostlar biz qızıldayıq. Biz qızıl. Hanı qızıl? Qızıldayıq. Burada da dostlar bu günlərin neçəsi ayın? May ayın 18-i 21-17-də gördüyünüz kimi və burada da may ayın 18-də hamısı var gördüyünüz kimi. Hamısı may ayın 18-idir. 05-18-2026-cı ildə bağlanmış əməliyyatlar da var. Tek profillə götürülən əməliyyatlardır və stop loss'la götürülən əməliyyatlardır. Yəni $1 qoymuşuq. Burada məsəl üçün $10 sıfırdan 10'dursa, %10'dursa $10 götürür. Sıfırdan %2'dirsə məsəl üçün $2 biz qoymuşuq. Aşağı gəldikdə onu götürür. Yəni gördüyünüz kimi də dostlar qızılda da bizim əməliyyatlarımız var və bugün nəticələridir bunlar hamısı. May ayın 18-i gördüyünüz kimi yəni. Sizlər də öyrənmək istəyirsinizsə dostlar bizlərə yaza bilərsiniz. Abunə olsanız daha da sevinərik. Səhifəmiz böyüyər və bizə xeyir vermiş olarsınız. Bu qədər dostlar, yəni sizdən bir para istəmirik, pul istəmirik. Sadəcə bildiklərimizi sizlərə öyrədirik, göstəririk ki, siz də faydalanasınız və sizlər də bizlərə abunə olmaqla dəstək ola bilərsiniz. Hələlik dostlar, görüşərik.